Gözden yaşlar əvəzinə qanlar axacaq, şimşəklər çaxacaq baharına, güllər salacaq. Gözden yaşlar əvəzinə qanlar axacaq, şimşəklər çaxacaq baharına, güllər salacaq. Atmayın. Yazıqdır. Bağışlayın onu mənə. Mənim deyil ki, götür da. Bizdə kim nə tapırsa onunla olur. Sonra baxır da, istəsə tapdığını kiməsə verə də bilər, verməyə də bilər. Bizdə? Sizdə yəni kimdə? Biz, evi eşiği olmayanlar, atılmışlarıq, sındırılmışlarıq, tərk olmuşlarıq. Uca dəbdəbəli binanın zirzəmisində sıçan kimi yaşayan günahkarlardanıq. Nerede sizin günahınız? Biz de hamı kimi ola bilirik. Biz de belə yaşayıq. Belki de. Nə bəlkə də? Belə yaşamaq, el yaşamaqdan yaxşıdır. İstəyirsən bunu da verim sana. Haqqını mənə verirsən? Çoxlarına vermişəm haqqını. Bunlarla bir şey olmaz. Elə ona görə də bugündəsən. Heç 2 il yoxdur ki, küçələrdə yaşayıram. İnsan bu az zamanda necə dəyişərmiş. Mən indi başa düşdüm ki, insanın dostu da, düşməni də elə özü olurmuş. Gec ayıldım Mənsur. Çox gec ayıldım. O qədər gec ayıldın ki, varlığınla yoxluğun arasında zərrə qədər də olsun, fərq olmadı. Mənsur, Səid. Hə, ata, gəlirəm. Nə oldu ay bala, biraz tələsin də.
Mən hazıram ata. Bəs Mənsur ana giyinməyib hələ? Geyinib, amma bir saatdır düzgün qabağında dayanıb saçını darayır. Neynirsən? O küçürüklüdür. Özümüz təmizlik ki, nədən seyrənək. Ruhumuz elə çikləndi ki, üfunəti vücudumuza hopdu. Filosof. Tənha adamların əksəriyyəti ağıllı olur. Tək qaldıqca dünyanı dərk etməyə başlayırsan. Həyatın girdabında formalaşan adamların axmaq olmaq şansların daha azdır. Maraqlı adamsan. Sən də. Gedək? Gedək. Dostlarımla tanış eləyim səni. Əgər onlar da mənim dostlarım kimdilərsə. Yox, istəmirəm. Onlar çox yaxşı adamlardır. Nə gizlədim? Səfil həyatı yaşayana qədər heç vaxt adam tanıyan olmamışdım. Nələrdən keçmədim, kimləri görmədim küçələrdə. Mən insan kimi küçələrdə formalaşdım, küçələrdə kamilləşdim. İndi mənim səhv eləməyə haqqım yoxdur. İndi mənim insanları tanımamağa haqqım yoxdur. Güllər yaxşı qızdır, çünki 6-cı hissiyatım belə deyir. O daha məni aldatmır. Əvvəlki Mənsur aldatmaq olardı. Küçələrdə qaya kimi, daş kimi bərkimiş, indiki Mənsuru çətin. Gözəlim sən görən ol aşıqı canan deyiləm. Oxumar gözlərə bundan sonra heyran deyiləm. İndi get, həsrətini başqa bir aşiq çəksin. Bir də sevsəm sən söz vermişəm. Gəl, keç utanma, özün yaxınlaş, tanış ol.
Bu kimdir? İndi isə sizə qəşəng bir çay dəmləyəcəm. Nə oldu sizə? Tanış olun da. Qapı niyə açıq qoymusunuz? Salam. Əleyküm salam. İslam. Mənsur. Çox şadam. Mən də. Xəlil. Vətən. Arif, sən də mi övhama qapıldın? Biçarə çocuq, sən də mi iblisə tapındın? Arif, Mənsur. Biz də çox şad olduq səni tanımağımıza. Əminik ki, özümüzə çox yaxşı dost qazandıq. sənlə gəlib? Hə, onunla gəlib. Adı Hüseyin'di. Hüseyin ifa eləyəndə adam lap ölməyə gəlir. Bütün həyatın keçir gözünün qabağından. Küçələrdə gitarı çalıb pul qazanır. Yəni heç kəsin haqqını yemir. Nə də ki, heç kimin cibinə girmir. O məni yaxşı tanıyır. Nə yaxşı, tanışsınız? Demək olar ki. Ah bu uzun sevda yolu vurulur mu başa gönül? Ah bu uzun sevda yolu vurulur mu başa gönül? Nişan aldı ya kement attı değdi yok daşa könül. Nişan aldı kement attım ey değdi yok daşa könül.
Yaşa könül, yaşa könül, yaşa könül ey, yaşa könül. Görəmiş olmaq istəyir. Ay kişi, Fransadır bura sənin üçün. Yolun ortasında gitara çalarlar. Ayaqqabısına bax hala bunun, cırılıb ki. Sabir deyir ki, cırılıb ayaqqabım. Təzə ayaqqabı lazımdır sənə. Karsan hə? Səndən deyil. Sən göz aləmində bizi it yerində saymırsan da. Onu istəyirsən ki, xotlayın başını keçim üstündən o yana bu yana. Eşidirəm səni. Nə olub? Eşitmək istəmədin deyə dayandım. Tərs-tərs baxırsan. Deyəsən nəsə demək istəyirsən. Qorxudan deyə bilmirsən. Neyi kimi gözləri bələtmirsən? Bir sözdür də, etirazımı bildi. Abaratka qaytar da. Təpi ilə vurub papağımı atdı qırağa. Bu sənin qeyrətvə toxunmadı. Qeyrət başda olmur, ruhda olur. Ya da ki, heç olmur. Dəlidən doğru xəbər. Sən də gülürsən? Görsən hə? Görmürsən, mən də gülürəm. Ürəklə gül. Bu sənin son gülüşlərində. Unudacaqsan axırıncı dəfə açan ürəklə güldüyünü. Falçısan sən? Van Qanəgöy oğludur. Yox, ikinci ərin birinci arvadındandır. Məndən də betər günə düşəcəksən. Aşağıdan yuxarı baxacaqsan mənə. Dibdən də dibdə olacaqsan. Aşağıdan da aşağıda. Mənsur, Başın xarabdır sənin. Bilirsən kimdir bu? Bilirəm. Mən hətta sizin də kim olduğunuzu bilirəm. Kimi biz? Ha, bir özünə bax, bizə bax. Hardan tanıya bilərsən bizi? Sonra nə olacaq? Niyə düşəcəm ki mən? Mənsur, boş-boş gizləyir fikir vermə. Özün ağıllı oğlansan. Qaraçıt da. Dostlarım biraz kobudluq eləyir. Əhəmiyyət vermə. Sonra nə olacaq? Əlvi sal cibvə. Cibindən nə çıxsa, odur sənin dostun. O da hələ ki, sonra heç o da olmayacaq. Nə olub burada? Nə deyir bu? Sən nə inirsən? Ha, qoy özü yıxsın. Çünki mən dağılmışam. Qardaşımı incitmə. Məzlumun ahı pis tutur. Ha, baş xarab. Bunun bir qardaşı var Səid. O da xaricdə yaşayır. Məzlum nədir? Sən kimsən? Adam. Ha, görük də eyvanda örsən. Cabir. Yaxşı, sustum. Başqa nə bilirsən haqqımda? Mən bildiklərimi dedim. Qalanını Allah bilir.
Hə. Bilmədiyi danışma. Kitarovu əlindən alıb vurarlar başı var. Mən bu adamın kim olduğunu bilmirəm. Bircə onu bilirəm ki, məni gələcəyim haqqında düşünməyə vadar elədi. Amma nə olsun, səhər açılanda mən yenə əvvəlki kimi tüfeyle həyat yaşayan Mənsur olacağım. O vaxt mən sənə qulaq asmadım. Bəlkə də hər şey başqa cür ola bilərdi. Pul gözünüzü elə tutmuşdu ki, ayağınızın altını görmürdünüz. Nəyin var indi? Quru canımdan başqa heç nəyim. Yaxşı, yaxşı, day bəsdir. Hüseyin, nə biləydik sən kimsən? Pullarını vurub dağıdı bir yerə. Kömək eləmirsiniz. Heç olmasa yaşamağımıza mane olmuyor. Bağışla mən Hüseyin. O bağışlasın səni. O məni bağışlamadı Hüseyin. Uşaqlığımı nasıl keçirtdim. Hüseyin, atamdan, qardaşımdan başqa doğma heç kəsim yox idi. Onlar da aldı əlimdən. Doktor, analizlərimin cavabı necə çıxdı? Bütün göstəricilər yaxşıdır, Məcid müəllim. Qaraciyərinizdə bir balaca bərkimə var. Bu da yüngülvarı müalicədən sonra tərtəmiz olacaq. Götür. Hə. Sürüşdü əlimdən, düşdü yerə. Hamısını yığ. Bu da hamısı. Ver baxım. Onsuz da heç nə başa düşməyəcəksiniz. Başa düşəcəm. Ver baxım. Siz həkimlərin xəttindən baş açmaq olur ki, nə yazılıb burada? Eşitmirsən məni? Sənlə deyiləm. Deyirəm, nə yazılıb bu kağız kağızın içində? Bağışlayın,
mən özümü o qədər də yaxşı hiss eləmirəm. Olar, mən gedim. Birazdan bu barədə görüşüb danışarıq. Sənin ancaq buradan meydin çıxa bilər. Əgər bu kağızda yazılanları mənə dəqiq deməsən. Turhan! Turhan! Bəli, Məcid müəllim. Güllərə bunu. Qanını batıracağım. Baş üstə. Siz xəstəsiz. Özdə çox ağır xəstəsiz. Dayan, dayan. Vurma. Vurma. Bu nə danışır müəllim? Turhan. Bizim onunla zarafatımız var. Sən qarışma. Çıx qapını arxadan bağla. Çıx. Baş üstə Məcid müəllim. Nədir mənim xəstəliyim? Siz ağır xəstəsiz. Onu demişəm. Mən də eşitmişəm. Təcili xəstəxanaya yerləşdirilməlisiniz. Bu çox ciddi məsələdir, Məcid müəllim, səhlənkarlıq eləməyin. Əgər ağrıyamsa, deməli burada ciddi nəsə var. Nədir o ciddi şey? Böyrəklərim? Yox. Ağciyərim? Yox. Sən mənim laf əsəblərimi pozdun. Nədir mənim xəstəliyim? Nədir? Qaraciyər xərçəngidir sizdə. Qaraciyəriniz funksiyasını dayandırmaq üzrədir. Təəssüf, çox gecikmisiniz. Bəs bu necə olub ki? Bəs necə olub ki, bugünə qədər yaşamışam? Bunu demək istəyirdin? Hə. Bunu məndən gizlədirdin? Mən də qorxdum görəsən nə olub? Sən də öləcəksən. Nə bilmək olar? Bəlkə mən səndən çox yaşadım. Götür. Götür. Daha bunlar mənim nəyimə lazımdır. Götür. Çox sağ olun, lazım deyil. Götür, götür. Götür. Çox sağ olun. Bunlardan o qədərdir ki, aman olsun. Kəş bunlarımın hər paçkasının əvəzində ömrümə bir gün də əlavə eləyədi Allah talamaz. Pulu görüb özü itirmə. Orada burada saxladığın arvadlara xərcləmə. Apar bu pulları evivə. Xəstəliyim haqqında heç kəsə bir kəlmə də demə. Təxminən nə qədər yaşaya bilərəm? Bir aydan bir ilə qədər də ola bilər. Bəlkə də daha da az. Doğrusunu Allah bilir.
Uşaqlar axşam görüşürük də. 100%. Mənim işim düzələr deyirsən? Düzələr nədir? Sənin işin düzəlib. Bilmirəm də. Siz mənim qardaşlarımsınız. Məndən heç vaxt xahiş eləməyin. Deyin bu iş düzəlməlidir, gör nə edirsən. Yaxşı sən get. Oğlum gəldi. Səni burada görsə, elə biləcək sağlamlığımla bağlı nəsə problemim var. Mən xəstəyəm ki... Hə. Mən xəstə deyiləm. Başa düşdüm, mən susacam. Mən tam sağlamam. Heç kəsə bir kəlmə də. Get. Arxa qapıdan get. Baş üstə. Sağ olun. Sağ olun. O bizdən xəstəliyini gizlədirdi. Bizi görəndə özünə elə aparırdı ki, güya hər şey yaxşıdır, güya hər şey qaydasındadır. Amma gündən-günə arıqlayırdı, əldən düşürdü. Rəngi saat ba saat, dəqiqə bə dəqiqə solurdu. Oldu. Sağ ol bura. Sağ ol. Sağ ol. Sən burada neynirsən? Birdən dostlarımla gələydin, gözlərinə girəcəydin. Onlar bilməməlidir bizim evdə şikəst adam var. Şikəst? Onlar mənim haqqımda heç nə bilmirlər. Yox, bilməməlidirlər. Qulaqları var, yaxşı-yaxşı eşit. Bu evin qabağında nə vaxt maşın saxlatsa, cəhənnəm olub girirsən otağıva. Eşitdin məni? Kaş elə o vaxt öləydim. Yerə nə olub? Hər şey yaxşıdır, heç nə olmayıb. Yaxşı bir şey görmürəm münasibətlərimizdə. Böyle bilmədiyiniz nə var? Bəlkə bir köməyim də edirsə. Görmürsən? Yanından keçib otağıma girmək istəyirəm. Söz atır mənə. Deyir dostlarla bütün gün avaralıqdasan. Kefdə damaqdasan. Ata avaralıq eləyirəm mən. Bəlkə düz demir. Yox, düz demir. O paxıllıq eləyir mənə. Mən sən söz atıram, mən sən paxıllıq eləyirəm. Hə, sən mənə söz atırsan. Evə girəndə də çıxanda da. Hə, paxıllıq eləyirsən. Niyə də eləməyəsən? Maşınım, yaxşı dostlarım. Səncə bu sənə paxıllıq eləmək üçün səbəb ola bilər? Mən olmasam kimsən sən? Güya sən olmasan bu kimdir ki?
Ata, Allah eləməsin sənə nəsə olsun. Mən olmasam, yəni görsəm, neyniyərsiniz? Mən də ölərəm səninlə bir yerdə. Və sən neyniyərsən? Düzü o barədə hələ fikirləşməmişəm. Amma hər halda pis olaram. Həm də hop eləyib budallar məni. Elə o dostların çıxacaq axırı var. Mən ayağımı qoyduğum yerə onlar başlarını qoyurlar. Hələ ki onlar ayaqlarını qoyduqları yerə sən başını qoyursan. O sana qalmayıb. Gel gir hünüvə. Səndən özümə maşın da aldıracam ona. Ha, maşın var da, neyniysən də? Bunu sənin üçün alıb. Onun cavabına nə dəxli var? Götür sür də, nə vaxt istəyirsən. Mən özgə maşını sürməyi xoşlamıram. Öz maşınımı sürəcəm. Hələ oyna işin olmasın. Qoy mənim işimi əldə eləsin. Sonra nə istəsən aldır. Donuzdan bir tük də qənimətdir. Atam bütün günü eşşək kimi işləyir. Evi güclə dolandırır. Bəxtəvərin atası qaz vurub qazan doldurur. Eşşək kimi işləyir. At kimi işləsəydi, şah kimi yaşayardı. Hə, gicləmə. Nə qədər ki ayıltmayıblar, bacardığımız qədər istifadə eləməliyik ondan. Axırı qiyməti 50.000 oldu da. Vallahi özünüz də bilirsiniz ki, bu evin azı 80.000 qiyməti var. Əlim yanında satıram deyə bu qiymətə verirəm. Əşi qurban olsun oğluma. Anasız uşaqdır. Heç olmasa ona bir şey olmasın. Nə olub sənin oğluna? Xəstədir. İrana aparmalıyam. Böyrəkləri tamamilə çürüyüb. Öz böyrəyimi verəcəm ona. Əgər bu evin 80.000 qiyməti varsa, mən niyə görəsən 50.000 verməliyəm axı? Sənə elə 80.000 verəcəyəm. Turhan. Müəllim, Məcid müəllim. Sənə 80.000 pul verəcəm. Verərsən bu kişiyə. Evi də keçidərsən öz adı var. Oldu Məcid müəllim. Allah köməyiniz olsun. Mən bu yaşa çatmışam. Sizin kimi adam görməmişəm. Qismət olsa, haçansa xəcalətinizdən çıxaram. Bir il səbr elə. Sonra ruhuma dua oxuyarsan. Bu bəsimdir. Allah eləməsin sizin kimi insanlara nəsə olsun. Onu Allah eləmir. Biz özümüz eləyirik. Vaxtında canımızın qədrini bilmirik. Turhan sənə zəng vuracaq. Mən də səbirsizliklə gözləyəcəm zəngini.
5 dənə bəs eləyər. Nə qədər verim? Çəkil hə. Deyil. Fikir ver danışıqla. Gör kimlə nə danışırsan sən? Mənsura arxansan? Fil başın qoydu, dişlərini sındırıb, zonda təsbih edir. Çalış öz hörmətin olsun yanımızda. İçəri keçmək istəyirik. Olmaz. Nətər olmaz ha? Onun nətəri də olur. Dedim ki, olmaz. Mənsur içərdədir. Rəqamını bayaqdan denəndən ha? Süzüp nem gözlerini, gitti sildi izlerini, çekip benden ellerini, dönüp gitti. Gördüm hayatın yüzlerini, gece etti gündüzlerini, deyip sonuncu sözlerini, çıkıp gitti. Unuttum onun anlarını, günlerimi, aylarımı, hayat kırdı dizlerimi, sınıp gitti. Alıp hoşbeht illerimi, sevinç benden çöp gitti. Ömür bitti, sonum gitti. Unuttum o hoş anlarımı, günlerimi, aylarımı, hayat kırdı dizlerimi, sınıp gitti. Alıp hoşbeht illerimi, sevinç benden çölüp gitti. Ömür bitti, sonum yetti.